Qətərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunan Dünya Yuxu Tək Əriyir şeirlər kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın bu ölkədəki səfirliyi və Katara Mədəniyyət Şəhərciyi Fondunun təşkilatçılığı ilə keçirilən mərasimdə səfir Rəşad İsmailov Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünə məxsusluğundan söz açıb. Dünya Yuxu Tək Əriyir kitabının ərəbcə versiyasının ilk dəfə Qətərdə təqdim olunduğunu bildirib. Kitabın dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən nümunələr əks olunub. Səfir həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan Xocalıya Ədalət Beynəlxalq Təbliğat Təşviqat kampaniyası barədə də ətraflı məlumat verərək bu kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin nəticəsində yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç yüzünün ifşa olunduğunu diqqətə çatdırıb. Sonda Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunan qısa sənədli film nümayiş edilib. Qeyd eləyək ki, təqdimat mərasimi haqqında Qətərin ingilis dilli Gulf Times və Peninsula qəzetlərində də geniş məqalələr dərc olunub. Həmçinin eyni zamanda Katara Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkələrində məlumatlar da yerləşdirilib.